Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızı bu günlərim kurikulumdan növbəti sınağı sizlərə təqdim edəcəyim. İzaha keçməmişdən öncə, kurikulum suallarına baxmamışdan öncə istərdim kursumuzun nömrəsini sizlərə xatırlatma edeyim. Dərslər haqqında ətraflı məlumat almaq istəyirsinizsə 055 527 2599 nömrəsinə yaza bilərsiniz. Eyni zamanda müəllimlər bu sınaq sizlərə ödənişsiz şəkildə təqdim olunur. Kanala abunə olmağı, eyni zamanda da həmkarlarınızdan imtahana hazırlaşan müəllimlər varsa, onlarla paylaşa bilərsiniz. Və bir dəftər, qələm götürürsünüz, qeydlərinizi aparırsınız, neçə səhv, neçə düz olduğunuzu yazırsınız. Sonda rəy bölməsində hər birinizdən cavabı gözləyəcəm, görüm neçə düz, neçə səhviniz var. Gəlin, hazırsınızsa başlayaq. İlk sualımızla başladıq. Müəllim şagirdlərə insanın cəmiyyətdəki rolu, davranışı və mənəvi məsuliyyəti ilə bağlı mətn təqdim olunur. Şagirdlər mətni oxuduqdan sonra müəllifin mətndə çatdırmaq istədiyi əsas fikri müəyyən edir. Bu fikrin hansı fakt, epizod və ya mülahizələrlə əsaslandığını izah edirlər. Daha sonra oxuduqları mətndən çıxış edərək, mövzu ilə bağlı öz mövqelərini əks etdirən əsaslandırılmış yazı hazırlayırlar. Yazıda fikirlər ardıcıl şəkildə ifadə olunmalı, mətnə istinad edilməli və məntiqi arqumentlərlə əsaslandırılmalıdır. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Burada müəllimlər fənn üstü və yaxud fənlər arası inteqrasiya gördükmü? Deyəcəksiniz, xeyr müəllim, burada nə fənlər arası inteqrasiya var, nə fənn üstü inteqrasiya var. Əgər bu cür düşünürsünüzsə, düz düşünürsünüz müəllimlər. Bu mövzuda, belə deyək, bu situasiyada biz fəndaxili inteqrasiyanı görürük. Fəndaxilini bəs şaquli inteqrasiya olaraq mı görürük, yoxsa üfüqi inteqrasiya mı? Gəlin artıq bunu aydınlaşdıraq. Baxın, bu hissədə bizə həm yazı ilə bağlı verir, həm də izah etmək istəyir. Yəni, uşaqlar burada danışma var. Danışma və yazı ilə bağlı məzmun xətləri arasında inteqrasiya vardır. Və bu olacaq bizim üçün üfüqi inteqrasiya. Fəndaxili üfüqi inteqrasiya sualın cavabı olacaq B variantı. Növbəti sualımıza baxaq. Növbəti ikinci sual da yenə inteqrasiya ilə bağlı olan sualdır və cədvəldir. Cədvələ əsasən bizdən uyğunluğu tələb edir. Gəlin baxaq nə deyir. Doğrudan doğru ilk olaraq yanlışdan yanlışı seçəcəyik. Eyni sinif səviyyəsinə müxtəlif məzmun xətlərinə aid bacarıqların birgə tətbiq edir. Üfüqi inteqrasiya. Üfüqi inteqrasiya sinif üzrə dəyişir. Axı üfüqi inteqrasiya eyni sinifdə məzmun xətləri arasında əlaqə idi. Sinif üzrə dəyişən şaquli inteqrasiya idi. Deməli ki, 2 yanlışdır, 1 isə doğrudur. Şaquli inteqrasiya ardıcıl, mərhələli və dərinləşəndir. Doğrudur. Şaquli inteqrasiya fərqli məzmun xətləri paralel şəkildə inteqrasiya olunur. Burada şaquli yox, üfüqi versəydi daha doğru olardı. Üfüqi inteqrasiyada fərqli məzmun xətləri olur. Amma şaquli inteqrasiyada eyni məzmun xətti üzrə gedir. Bu da yanlışdır. Doğrudan 1-i götürürük, yanlışdan 4-ü götürürük. 1, 4 cavabımız olacaq C variantı. Növbəti sualımıza baxaq. Verilənlər arasında hansı iş üsulunun xüsusiyyəti verilməyib? Real həyati hadisələr üzərində problem həll etmə bacarıqları tətbiq edilir. Real həyati situasiyadan bir problem götürür və bunu şagirdlərə təqdim edirik. Bunu həll elə. Bu insident üzərində işdir. Bu üsul idarə etmədə istifadə olunarsa, tədrisdə düşünmə və qərar verməni inkişaf etdirən effektiv strategiyalardan biridir. İdarə etmədə deyir və tədrisdə də düşünməni, qərar verməni inkişaf etdirən SWOT analizidir müəllimlər. SWOT analizi. Diaqnostik qiymətləndirmə aparmağa, şagirdin ilkin bilik səviyyəsini üzə çıxartmağa imkan verən iş üsuludur. Diaqnostik qiymətləndirmə aparmağa, ilkin bilik səviyyəsini müəyyənləşdirən bir bödür. Metod yaradıcı düşüncəni aktivləşdirir, yeni fikir formalaşdırır. İşə başlamazdan əvvəl hazırlıq və ya qərar vermə mərhələsində əhəmiyyətlidir. Yaradıcı düşüncəni aktivləşdirən, stimullaşdıran 4N1KH üsuludur.
və klasterə aid heç bir variant verilməyib müəllimlər. Bizdən də bunu istəyirdi. Hansı variantda iş üsuluna aid xüsusiyyət verilməyibdir, klasterə aid heç bir xüsusiyyət verilməyibdir. Növbəti sualımıza baxaq. Növbəti 4-cü sual cədvəldir və cədvələ əsasən bu dəfə uyğunsuzluğu istəyir bizdən, yəni doğrudan yanlışı, yanlışdan doğrunu seçməliyik. Çətin vəziyyətdə qərar qəbul etmək üçün problemin bir neçə həll yolunu tapmaq, qərarlar ağacı doğrudur. Problemi qrup şəklində həll etməyə çalışır, sonda hər iki tərəf ümumi qərara gəlir. Qrup şəklində problemi həll etməyə çalışırıqsa, bu sinkvein yox müəllimlər, sinektika ola bilərdi. Burada bizə adın yanlış verib. Sinektikadır. Yanlışdır bu. Şagirdlərin mövqe seçib onu əsaslandırmaqla fikrini açıq ifadə etməsinə şərait yaradır. Rollu oyun. Mövqe seçib onu əsaslandırmaq tələb olunursa, bu rollu oyun yox, debat ola bilərdi. Yanlışdır bu da. Məlumat hissələrə bölünərək qruplar arasında paylaşılmasını və qarşılıqlı asılılıq öyrənməni təmin edir. Ziqzaq usulu doğrudur. Doğrunun altından yanlış lazımdır bizə. 2-ni götürəcəyik. Yanlışın altından düz bizə lazımdır. 4. 2, 4 cavab olacaq. Bu sualda Y variantı. Növbəti sualımıza keçid edək. 5-ci sual. Yanlış fikir istəyir bizdən. Şagirdin riyazi savadlıq kompetensiyasına malik olması, onun bu fənlə bağlı akademik bacarıqları ilə ölçülür. Yanlışdır bu ifadə. Mədəni məlumatlılıq, müxtəlif mədəni dəyərləri anlayıb, hörmətlə yanaşmaq, fərqliliklərə uyğun davranmaq bacarığı doğrudur. Mədəni məlumatlılıq, fərqliliklərə uyğun davranmaq, hörmət etmək anlayışına gəlir. Öyrənmək bacarığı fərdin öz təlim strategiya, planlaşdırılması və tənzimləməsini əhatə edir. Doğrudur. Rəqəmsal savadlılıq, məlumatın axtarılması, qiymətləndirilməsi, etik istifadəni əhatə edir. Doğrudur. Sahibkarlıq kompetensiyası insanın 7 ideyanı dəyərə çevirə bilməsi üçün plan qurması, resursları düzgün bölüşdürməsidir. Bu da doğrudur. Bizdən yanlış istərdik. Yanlış olanda A variantı olacaqdır. 6-cı suala baxaq. Şagird piyada zolağından keçərkən təhlükəsizlik qaydalarına əməl edir. Şagird idraki sahənin hansı mərhələsinə uyğundur? Təhlükəsizlik qaydalarını yerinə yetirir. Qaydalara əməl edirsə, tətbiq etmək mərhələsi ilə əlaqəlidir. Cavab olacaq B variantı. 7-ci suala baxaq. Müəllim şagirdlərə tapşırıq verir. Qarabağın üzük qaşı Şuşa adlı kiçik hekayə qurun. Hekayədə idraki sahənin və bilik növünü müəyyənləşdirin. Baxın müəllimlər, müəllim tapşırıq verir, şagird bunu yerinə yetirir. Amma bizə hazır məlumatı vermir. Burada sadəcə adı verir və mətni şagird özü qurmalıdır. Qarabağın üzük qaşı Şuşa adlı hekayə yoxdur, sadəcə ad verilir və adı mövzunu, hekayəni şagird özü qurmalıdır. Və bu zaman biz yaratmaq mərhələsini deyə bilərikmi? Bəli, yaratmaq mərhələsi olacaqdır idrak taksonomiyasına görə. Yəni sizi burada çaşdırmasın ki, müəllim tapşırıq veribdir, tətbiq etmək olacaq. Şagirdə sadəcə mətnin adın, hekayənin adın verilibdir. Və adına əsasən şagird hekayəni quracaqsa, yaratmaq mərhələsi olacaq. Daha sonra bizdən biliyi də istəyir. Bilik olaraq isə prosedural bilik olacaqdır. Çünki tətbiq etmə var burada. Şagird müəllimin verdiyi tapşırığı ardıcıllıqla yerinə yetirəcək, hekayə quracaq. Bunu özündən, öz beyninin, belə deyim də, yaradıcı düşüncəsindən istifadə edərək ortaya qoyacaq. Bu hekayəni ərsəyə gətirəcəkdir. Hazır məlumat yoxdur. Cavab olacaq xatırlama, konseptual, prosedural, təhlil, prosedural yaratmaq. D variantı. Bu sualımızın cavabı oldu. D variantı. Növbəti sualımıza keçid edək. Sizcə, şəhərin yaranmasının əhəmiyyəti nədir? Sualını cavablayan şagird biliyin hansı mərhələsindədir? Biliyi istəyir bizdən, əhəmiyyətini verir və əhəmiyyətini anlayan, başa düşən şagird konseptual bilikdə mərhələsində hesab olunacaqdır. Cavab olacaq C variantı. Növbəti sualımıza baxaq. Cədvəldir, cədvələ əsasən uyğunluğu istəyir.
Bir balaca sualımız böyük oldu. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Müəllim şagirdlərə eyni problemə dair müxtəlif yanaşmalar araşdırmağı, bu yanaşmaların mümkün nəticələrini dəyərləndirməyi və daha əsaslı hesab etdikləri mövqeyi arqumentlərlə müdafiə etməyi tapşırır. Analitik verir qarşı tərəf bizə. Doğrudur, müəllimlər analitik təfəkkürə əsaslanır. Çünki burada mümkün nəticələr tapacaq, arqument gətirəcək, öz fikirlərini müdafiə etməyə tapşırır. Analitik təfəkkürə əsaslanır. Şagird mövcud su problemi araşdıraraq alternativ su mənbələri haqqında məlumat toplayır. Sonra bu məlumata əsasən uyğun həll variantı seçib layihəni mərhələli şəkildə planlaşdırır. Divergent düşünmədirmi? Xeyr, divergent düşünməyə əsaslanmır bu. Yəni burada alternativ su mənbələri haqqında məlumat toplaması sizi divergent olaraq çaşdırmaq üçün burada verilir. 3-ə baxaq. Bir sahil şəhərində balıq ehtiyatlarının azalması yerli əhalinin iqtisadi vəziyyətinə pis təsir edir. Şagird oxşar ekoloji problemlə üzləşmiş digər bölgələrdə tətbiq olunmuş tədbirləri araşdıraraq bu şəhər üçün uyğunlaşdırılmış həll yolu təklif edir. Abstrakt təfəkkürdürmü? Xeyr. Abstrakt təfəkkür mücərrəd təfəkkürə əsaslanır və uyğunlaşmır. Müəllim müəyyən bir vəziyyəti təqdim edir. Şagirdlərdə bu vəziyyətin yaranmasına təsir göstərən faktorları müəyyənləşdirməyi, ortaya çıxara biləcək nəticələri proqnozlaşdırıb izah etməyi tapşırır. Tənqidi düşünmədirmi? Bəli, bu tənqidi düşünməyə əsaslanır. Uyğun olanları istəmişdi bizdən müəllimlər. Uyğun olanlar 1-i götürdük və 4-ü götürdük. 1, 4 varmı? Variantlara baxaq. 1, 4 cavab olacaq A variantı. Kanala abunə olmağı və həmkarlarınızla bölüşməyi unutmursunuz müəllimlər. Baxaq. Eyni zamanda Instagram səhifəsinə də keçid edərək Instagram kanalına abunə ola bilərsiniz. Pəri Firud qızı Instagramda yazın, abunə ola bilərsiniz Instagram səhifəsinə. Baxaq 10-cu sualımıza. Şagird dərsə maraq göstərmir, tapşırıqları yarımçıq yerinə yetirir, sinifdə intizamsızlıq edir. Müəllim müxtəlif fəaliyyətlərdə onun öyrənmə prosesini cəlb etməyə çalışır. Bu situasiyada müəllimin istifadə etdiyi hansı strategiya yanlışdır deyir bizə. Şagird fərqli qabiliyyətlərə və öyrənmə üslublarına malik olduğunu qəbul etməklə və uyğun təlimat verməklə yanlış olanı istəyir. Doğru yanaşmadır. Müəllim şagirdin fərqli və öyrənmə üslublarını fərqli olduğunu qəbul edir və uyğun təlimat verir. Şagirdi müxtəlif layihələrdə yoldaşı ilə əməkdaşlığa, birgə öyrənmə fəaliyyətinə təşviq etmək bu doğru strateji olardı. Öyrənmə fəaliyyətini qurarkən bu şagirdin maraqlandıran mövzulara üstünlük vermək. Yəni bir şagirdi maraqlandıran mövzulara üstünlük verirəm, digər şagirdləri nəzərə almıram. Bu artıq burada haqsızlıq etmiş oluram axı digər uşaqlara. Yanlış olanda elə C variantı olacaq. Şagirdi fəal iştiraka təşviq edən interaktiv dərslər və praktiki fəaliyyətə vasitəsilə dərsə cəlb etmək. Bu da məqsədə uyğun strategiyadır. Şagirdin hər birini dərsə cəlb eləmiş oluram, ayrı seçkilik etmədən. Sinifizdə fəal şagirdi dərsə marağı zəif olan şagirdlə birgə əməkdaşlığa yönəltmək, bu da effektiv yoldur. Amma yanlış olan C variantı oldu. Suallarımız bu qədər müəllimlər. 10 sual hazırlamışdım. 10 sualın da hər birinin izahına baxdıq. Sizlər üçün faydalı oldusa rəy bölməsində yazmağı unutmursunuz fikirlərinizi. Eyni zamanda da kanala abunə olmağı, həmkarlarınızla bölüşməyi unutmayın. Sağ olun, gələn sınaqda görüşənədək.